Avropada bir ay işləyərək özümüzə maşın alırıq. Bölüm 16 gün 16. Bu bölüm sizə danışmaq istədiyim mövzu mənim dostlarım və yaxınlarım tərəfindən çox tez-tez verilən bir sualdır. Və bu sual ondan ibarətdir ki, Avropaya getdiyimə görə peşmansam. Və bu suala mən hər zaman hə olaraq cavab verirəm. Bəli, Avropaya gəldiyim üçün peşmanam və deyirəm ki, kəşke bura daha öncə gələrdim, amma qismət indiyəmiş, nə etmək olar? Buranın müsbətləri olduğu kimi bir o qədər də mənfiləri var. Elə əsas məsələ də burada başlayır. Bu qarşınıza çıxan mənfilər və çətinliklərə sizin necə reaksiya verdiyiniz və necə dözümlülük göstərəcəyinizdir. Yəni, bir miqdar bu çətinliklərə, bu mənfilərə dözsəz, gələcək daha yaxşı olur. Bugündən də bu qədər. Özünüzdən müğayət. Ən qısa zamanda görüşərik. Hələlik.